Əziz izləyicilər, bu günləri mən sizə 3-cü sinif Azərbaycan dili testlərinin izahını verəcəm. Başlayaq ilk sualımızdan. Bağlayıcılar haqqında verilən fikirlərdən hansı doğrudur? Bizdən düzgün istəyir. A variantı. Bağlayıcılar cümlənin əsas üzvü olur. Ay uşaqlar, bağlayıcılar cümlənin əsas üzvü olur. Fikri yanlışdır. Bağlayıcı köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi də cümlə üzvü ola bilməz. Bir dənə qoşma istisnadır ki, qoşulduğu sözlə birgə cümlə üzvü olur. Sonra keçirik uşaqlar B variantına. Bağlayıcılar sözlər və cümlələr arasında əlaqə yaradır. Elə düzgün variant budur. Bağlayıcının əsas vəzifəsi sözləri və cümlələri bir-birinə bağlamaqdır. Məsələn, deyirəm ki, qələm və kitab stolun üzərində idi. Üzərində idi. Baxın burada vədir. Bağlayıcımız sözləri və yaxud da ki, cümlələri bir-birinə bağlayır. Sonra keçirik C variantına. Bağlayıcılar nə edir sualına cavab verir. Ay uşaqlar, köməkçi nitq hissəsini yadınızda saxlayın. Sualı olmur. Ona görə də bağlayıcılar nə edir sualına cavab verir. Bu fikir yanlışdır. Deməli C variantı yanlışdır. Sonra baxırıq D variantına. Bağlayıcılar həmişə cümlənin sonunda gəlir. Bağlayıcılar həm cümlənin əvvəlində, həm də ortasında gələ bilər. Burada həmişə sözü yanlışdır. Sonra keçirik digər varianta. Hansı bağlayıcılar bir-birini əvəz eləyir? Və amma. Ay uşaqlar, və birləşdirmə, amma qarşılaşdırma bağlayıcısıdır. Əvəz eləyə bilməz. Eyni məna növündə olmalıdır. Hər ikisi ki, bir-birini əvəz eləyə bilsin. Çünki, lakin. Uşaqlar, çünki səbəb bağlayıcısıdır. Lakin qarşılaşdırma bildirir. Bunlar da bir-birini əvəz eləyə bilməz. Sonra C variantı, amma ancaq düzdür. Hər ikisi qarşılaşdırma bağlayıcısıdır və hər ikisi bir-birini əvəz eləyə bilir. Bir-biri ilə sinonimdir. Məsələn, gəldim, amma tapmadım. Gəldim, ancaq tapmadım. Sonra baxırıq D variantına ilə, çünki xeyr, burada da yəni mənalar fərqlidir. Bir-birini əvəz eləyə bilməz. Sonra keçirik 3-ə. Hansı bağlayıcıdan əvvəl həmişə vergül işarəsi qoyulur? Və səhvdir uşaqlar. Və bağlayıcısından əvvəl vergül qoyulmur. İlə də səhvdir. İlə bağlayıcısı və bağlayıcısı bunlarda vergül işlənmir. Deməli B variantı da yanlışdır. Lakin, bəli, lakin düzgündür. Deməli bunlardan əvvəl vergül qoyulur. Mən gəldim, məsələn, mən gəldim yazıram qısa şəkildə. Yəni bilirsiniz niyə vergül qoyulur? Çünki fikir bitir. Mən gəldim, lakin o yox idi. O yox idi. Baxın burada mən gəldim. Niyə vergül qoyuram uşaqlar? Çünki fikir bitir. Lakindən əvvəl ona görə qoyulur ki, amma ancaq lakin, fəqət. Bunlar elə bil ki, qarşılaşdırma bağlayıcısıdır. Deyirik ki, qarşılaşdırma bağlayıcısından əvvəl vergül qoyulur. Əvvəl vergül qoyulmasının səbəbi odur ki, ondan əvvəl bir cümlədə bitmiş bir fikir olur. Sonra keçirik, deməli, düzgün cavab oldu C. Aha. Düzgün cavab oldu C. Niyə dadə olmur? Dadə iştirak bağlayıcısıdır. Dadə iştirak bağlayıcısından əvvəl yox, adətən özündən sonra vergül olur və yaxud da ki, vergülsüz işlənir. Sonra keçirik sual 4-ə. Dünən dərslərimi hazırladım. Cümləsindəki feil hansı zamandır? Feilimizi tapaq. Feilimiz hazırladımdır. İndiki zaman xeyr. İndiki zaman səhvdir. Şəkilçisi ır, ir, urdur. Nə edir sualına cavab verir. Gələcək zaman xeyr. Nə edəcək sualına cavab verir. Keçmiş zaman. Bəli, düzdür. Hazırladım. Şuydu keçmiş zamandadır. Dünən hazırladım. Ona görə düzgün cavab olacaq. C zaman yoxdur. Xeyr. Feil var burada. Deməli zaman da var. Ona görə D variantı da yanlışdır. Sonra keçirik sual 5-ə. Feilin şəxsə görə dəyişməsi hansı variantda verilib? Mən oxudu, sən oxudu. Burada səhvdir. Şəkilçilər düzgün artırılmayıb. Əgər düzgün artırılsa mən oxudum, sən oxudun şəklində olardı. Mən oxuyuram, sən oxuyursan, o oxuyur. Deməli, bu düzgündür. Mən oxuyuram, sən oxuyursan, o oxuyur, düzgündür. Sonra baxırıq C variantına. Biz qaçdı, onlar qaçdı, biz qaçdıq, onlar qaçdılar olmalıdır. Ona görə də yaxud da ki, onlar qaçdı. Amma biz qaçdı fikri yanlışdır. Sonra baxırıq D variantına. Siz yazırsan, onlar yazır. Burada siz yazırsınız olmalı. Siz yazırsınız. Sonra keçirik sual 6-ya. Hansı cümlədə feil məcazi mənada işlənmişdir? Uşaq həyətdə sürətlə qaçır, yəni qaçmaq sözü həqiqi mənadadır. Heç bir məcazilik yoxdur. Ana mənə dadlı xörək bişirdi, yəni bişirmək də həqiqi mənadadır. Bu sözlər mənim ürəyimə yatdı. Ürəyimə yatmaq bəyənmək mənasında işlənir, yəni məcazi mənadadır. Ona görə cavab olacaq C variantı. C. İşarələyək. Yarpaqlar payızda ağacdan tökülür, yəni tökülür də həqiqətən yarpaq tökülür. Ona görə də həqiqi mənadadır. Düzgün cavab oldu C. Sonra baxırıq sual 7-yə. Hansı mürəkkəb cümlədir? Baxırıq, Əli və Vəli parka getdilər. Burada, yəni mübtədalar həmcəsdir. Bir xəbərimiz var. Ona görə həmcəs mübtədalı sadə cümlədir. Sonra keçirik, yağış yağdı. Yağdı nə? Yağış. Yollar palçıq oldu. Palçıq oldu yollar. Hər xəbərin özünə aid mübtədası var. Ona görə düzgün cavab olacaq B variantı. Sonra baxırıq digərinə. Mən kitab oxuyuram, şəkil çəkirəm, hər birinə edən mənəm. Lalə, Nigar, Aysel rəqs etdilər. Yəni burada da həmcəs mübtədalı sadə cümlədir. Sonra keçirik sual 8-ə. Çünki bağlayıcı cümlədə nəyi bildirir? Qarşılaşdırma, xeyr, qarşılaşdırma bağlayıcısı amma ancaqdır. Səbəb, bəli. Çünki bağlayıcısı bir şey səbəbini bildirir. Məsələn, mən imtahana hazırlaşıram çünki məqsədim var. Yəni hazırlaşmağımın bir səbəbi mənim məqsədimin olmasıdır. Düzgün cavab olacaq B. Birləşdirmə bağlayıcısı, xeyr, birləşdirmə bağlayıcısı və ilədir. Daha sonra gəldi sual, yəni səhvdir. Heç ümumiyyətcə bağlayıcı sual bildirmir. Sual deyə bir məna növü yoxdur. Hansı cümlədə ilə sözü bağlayıcı kimi işlənir? Yadınızda saxlayın uşaqlar. İlə bir bağlayıcı olur, bir də ki qoşma olur. Əgər iləni və ilə əvəz eləyirəmsə, xəbər cəmdədirsə, bu artıq olur bağlayıcı. Əgər ilə vasitə bildirirsə, bu artıq olur qoşma. Baxırıq A variantına. Mən qələm ilə yazıram. Artıq burada, yəni mən qələm və yazıram deyə bilmirik. Deməli, buradakı qoşmadır. Qələm ilə, yəni qələm vasitəsilə yazıram. Sonra baxırıq B variantına. Qatar ilə Bakıya getdik. Qatar və Bakıya getdik deyə bilmirəm. Qatar vasitəsilə Bakıya getdik. Sonra baxırıq C variantına.
Akif ilə Namiq yaxın dostdurlar. Akif və Namiq yaxın dostdurlar. Görürsüz, mən dediyim və qoyduq. Xəbərimiz də cəmdə larilər şəkilçisini qəbul edib. Deməli, burada bağlayıcı kimi çıxış edib. O eynək ilə dərs oxuyur, o eynək və dərs oxuyur deyə bilmirik. Burada eynək vasitəsilə oxuyur. Ona görə də buradakı da qoşmadır. Sonra keçirik sual 10-a. Hansı fikir feil haqqında doğrudur? Feil əşyanın adını bildirir. Xeyr, əşyanın adını bildirən isimdir ay uşaqlar. Feillər cümlədə mütləq böyük hərflə yazılır. Ay uşaqlar, böyük hərflə yalnız xüsusi isimlərdə yazılırdı da, cümlənin əvvəlində də yaxud da ki, cümlə başlanğıcında da yazılırdı. Biz demişdik ki, isimlər iki qrupa bölünür. Ümumi isimlər, xüsusi isimlər. Xüsusi isimlər hər zaman böyük hərflə yazılır. Ona görə bu ismə aiddir. Sonra baxırıq C variantına. Feillər təsdiqdə və inkarda olur. Bu düzdür. Feillər işin icra edilib edilmədiyini bildirir. Təsdiqdə inkarda olur. Məsələn, yazır təsdiq, yazmır inkar. Sonra keçirik D variantına. Feillər necə sualına cavab verir? Xeyr. Necə, nə cür? Bunlar sifətin sualıdır. D variantı da yanlışdır. Sonra baxırıq, deməli, sual 11-ə. İsim, sifət və say üçün ortaq olan fikir. Hər üçü əşyanın əlamətini bildirir. Bu fikir yanlışdır. Əşyanın əlamətini yalnız sifət bildirir. Hər üçü cümlədə həm ad, həm hərəkət bildirir. Hərəkəti feil bildirir. Hər üçü əsas nitq hissəsidir və suala cavab verir. Bəli, isim əsas nitq hissəsidir. Sualı kim, nə, hara? Sifət əsas nitq hissəsidir. Sualı necə, nə cür, hansı? Say əsas nitq hissəsidir. Sualı neçə, nə qədər, neçəndir. Deməli, düzgün cavab olacaq C variantı. Hər üçü konkret və mücərrət olur. Fikri də yanlışdır. Çünki konkretlik və mücərrətlik ismə aiddir. Deməli, düzgün cavab oldu C. Sonra keçirik sual 1-ə. İsim və say üçün ortaq olan fikir hansıdır? Artıq burada isim və say üçün ortaq olan bir şey istəyir bizdən. Baxırıq, deməli. Hər ikisi əsas nitq hissəsidir, düzdür. Yəni elə düzgün budur. Hər ikisi əsas nitq hissəsidir, hər ikisi müstəqil mənaya malikdir, hər ikisinin özünün sualı var. Sonra baxırıq B variantına. İsimlər də saylarda konkret mücərrət olur. Xeyr, konkretlik, mücərrətlik ismə məxsusdur. Yəni sayda belə bir şey yoxdur. Sonra baxırıq C-yə. Hər ikisi kəmiyyət bildirir. Ay uşaqlar. Deməli, kəmiyyət bildirər fikri də yanlışdır. Sonra baxırıq D variantına. Hər ikisi kim sualına cavab verir, kim sualı ismə aiddir. Onlar üçün ortaq olan oldu, deməli A variantı. Sonra keçirik sual 2-yə. Hansı feilə aid deyil? Cümlədə hərəkət bildirir, düzdür. Təsdiq inkar olur, düzdür. Feilə aiddir. Əşyanın miqdarının sırasını bildirir. Xeyr, əşyanın miqdarının sırasını bildirən saya aiddir. Feilə aid deyil. Ona görə düzgün cavab C. Keçirik digər suala. Hansı cümlədə fərqləndirilmiş söz birləşməsi isim və sifətdən ibarətdir? Baxırıq A variantına. Deməli, burada variantlar fərqli verilib. Sən və mən. Burada sən və mən, yəni əvəzlikdən ibarətdir. 5 şagird burada saydan ibarətdir. Say üzərində cəmsin isimdir. B variantında, deməli, maraqlı kitabı. Maraqlı sifət, kitab isim. Bəli, elə düzgün cavab olacaq B variantı. Sonra baxırıq, həyətdə qaçırlar. Deməli, həyətdə isim, qaçırlar, feil. Sonra keçirik digər suala. Hansı variantdakı isimlərin hər ikisi mücərrət mənalıdır? Uşaqlar, mücərrət mənalı dedikdə nə nəzərdə tutulur? Mücərrət məna dedikdə, yəni gözlə görünməyən, əllə toxunulması mümkün olmayan nəzərdə tutulur. Hava, su, xeyir, yuxu, dostluq, bəli, yuxu, dostluq hər ikisini gözlə görmək, əllə tutmaq olmur. Ona görə düzgün cavab olacaq B variantı. Daha sonra keçirik digər suala. Hansı fikir ismə, saya və feilə ayrı-ayrılıqda aiddir? Hərəkət bildirir. Deməli, hərəkət bildirməsi feilə aiddir. Yazıram feil. Bir feildir. Əşyanın adını bildirir. 2 isimdir. Əşyanın miqdarını bildirir. Say. Düzgün cavab olacaq B variantı. Sonra keçirik. Deməli, sual 7-yə. Konkret isimlər haqqında hansı fikir doğrudur? Gözlə görünməyən, toxunmaq mümkün olmayan isimlərdir. Səhvdir uşaqlar. Bu mücərrət isimlərə aiddir. Yalnız xüsusi adlardan ibarətdir. Yanlışdır. Gözlə görünə bilən, toxunulması mümkün olan isimlərdir. Bəli, C variantı düzdür. Həmişə cəmdə işlənən sözlərdir. Xeyr. Sonra keçirik sual 8-ə. Hansı cümlədə altından xətt çəkilmiş söz həm isim, həm də ki, sifət kimi işlənə bilir? Qoca sifətdir, məktəbli isimdir. Daha sonra dəmir qapı, yadınızda saxlayan metal material bildirən sözlər cümlədə sifətə sualına cavab versə də nitq hissəsi baxımından isimdir. Göy üzü buludlu idi, bəli. Deməli, burada düzgün cavab olacaq C variantı. Göy bir var rəng kimi işlənir, bu olur sifət. Bir də var göy, səma. Bu mənada işləndikdə artıq burada olur isim. Sonra keçirik digər suala. Azərbaycanlılar vətəni sevirlər. Azərbaycanlılar xalq adıdır, düzdür. Sevirlər indiki zamandadır. Bəli, nə edirlər? Sevirlər. İr şəkilçisi var, düzdür. Cümlədə say işlənmişdir. Azərbaycanlılar vətəni sevirlər. Yox, xeyr, burada heç ümumiyyətlə say yoxdur. Deməli, C variantı vətəni isimdir, düzdür.